Şuşalı. Didərgən düşdüyümüzə görə çox alçalmışıq. Xurama xanım, canım mənim. Zəhmətkeş anam. Neysə əldə etmək üçün çırpışmaq, çarpaşmaq, mübarizə aparmaq. Təbii ki, bu olur. Hamı insanlar insana müsbət cavab vermir. Qarşılığı xoş olmur. Bunu özünüzə belə saymayaq, alçalmaq. Bəli, Müğənni Xuraman Şuşalı sosial şəbəkədə onu tənqid edən izləyicilərə cavab verib. Təbii ki, istinad edirəm Axşam.aza. Instagramda bir nəfər sənətçinin Axşamaz səhifəsindəki paylaşıma irad yazıb. Onun bir təzə mahnısını heç eşitmədik. Hicabla şilyapanı birləşdirib image etmişsiniz. İmac etmişsiniz. Yəni bir nəfər bir sayt paylaşıb Instagramda, təbii ki, bir izləyici Xuraman xanıma buna yazıb ki, yəni şilyapanla hicabı birləşdirib imaj yaratmışsınız. Bakıda bir işinizi görmədik. İzləyici yazıb ona. Şuşalı təxəllüsü ilə gedin, Şuşada bir iş görün sözləri qarşı tərəfi əsəbləşdirib. Təbii ki, Xuraman Şuşalını. Xuraman yazıb ki, Allah qəlbinizə şəfa versin. İnşallah tezliklə köç deyirsiniz, köçəcəm. Böyük sevinclər, yerinizi geniş edəcəm. Ay Xuraman xanım, Allahın bu gününə şükür. Didərgin düşdüyümüzə görə çox alçalmışıq. Allah bu tənəni yerdə qoymadı deyə ona cavab verib. Xuraman xanım, canım mənim. 4 dənə gül kimi evladınız var. Həyat yoldaşınız Elçin. Elçinə məndən salamdır. Şabranlı. Elçin, Şabranlı balası. Mənim yerlim. Abla məsləhəti. Ruhdan düşməyin. Sara Səfra Bahadur.